Bu o deməkdir ki, Bakı metropolitenində İçəri şəhər Həzi Aslanov olmaqla qatarların hərəkəti olduğu kimi qalacaq. 28 may stansiyası normal iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək. Başqa sözlə, İçəri şəhər Həzi Aslanov İçəri şəhər istiqamətində 28 may stansiyasında qatarlar dayanacaq. Əsas düyün nöqtəsi 28 may stansiyası ilə Nizami stansiyası arasındakı olan tunellərlə bağlıdır. Bu o deməkdir ki, 28 may stansiyasından Nizami stansiyası istiqamətində artıq qatarların hərəkəti bir dəfəlik dayandırılacaq və xətlərin ayrılması layihəsi başa çatana qədər hərəkətin təşkili tamamilə fərqli olacaq. Yaşıl xətt üzərində olan əsas stansiyalar 20 yanvar, Elmlər Akademiyası, İnşaatçılar, Nizami stansiyalarını birbaşa 28 may Gəncə, Koroğlu stansiyaları ilə əlaqələndirən marşrutlar fəaliyyət göstərəcək. Bundan əlavə olaraq mövcud müntəzəm avtobus marşrutlarının gücləndirilməsi məqsədi ilə əlavə avtobuslar ayrılacaq. Ekspres avtobusların olacaq. Bakı metrosunda xətlərin ayrılması ilə əlaqədar hal-hazırda 28 may stansiyasında mətbuat konfransı keçirilir. Metronun rəsmiləri sözü gedən dəyişikliyə aydınlıq gətirməyə çalışdılar. Ekspres avtobuslar olacaq, ekspres avtobuslar pulsuz olmayacaq. Eyni zamanda Nizami və 28 may stansiyalarına birbaşa avtobus reysi də olmayacaq. Bir daha xatırladım. Dəyişiklik təmir müddəti ilə bağlıdır. Təmir müddəti isə 11 ay davam edəcək. Metropoliten rəsmisi Bəxtiyar müəllim suallara da cavab verdi. Məsələdən qısa çıxış yolu nə məsləhət görərdim sizə? Çalışın, işinizin yanında bir kirayə ev tapın, bir illik müqavilə bağlayın, orada qalın. Çünki belə başa düşdüm ki, bu sıxlıq, bu sərnişin axınını nizamlamaq bir xeyli çətin olacaq.